Salam əziz şagirdlər. Mən Zulfa şəhər 2 nömrəli tam orta məktəbinin şagirdi Yunis Qasımov. Bu videonu hazırlamaqda məqsədim günümüzün texnologiyasının keçmişdən günümüzə qədər necə gəlib çatdığını müqayisəli şəkildə göstərməkdir. Bildiyiniz kimi rəqəmsal bir dövrdə yaşayırıq. Rəqəmsal dedikdə nəyi nəzərdə tuturuq? Kompüterlər, telefonlar, ağıllı saatlarla tərkiz olunmuş yaşam tərzi nəzərdə tutulur. Kompüterlər, elektron hesablama maşınları müasirləşməyə Pentiumdan başlayıb. Pentium 1, 2, 3, 4 dual prosesorlar və hal-hazırda günümüzdə işləyən i5, i7 prosesorlarla təchiz olunublar. Onlar görülən işi qat-qat sürətləndirir və nəticəni uzun müddət yaddaşında saxlayaraq həyatın hər hissəsində bizə köməklik edir. Hətta kuantum kompüterlər də var. Satışda olmasa da alimlər ondan istifadə edir. Telefonlar. Telefon sözünün mənası tele uzaqdan, fon isə danışıq səs olmasına baxmayaraq, bu gün telefonlardan danışmaqdan çox başqa sahələrdə istifadə edirik. Sosial media platformalarına girmək, adres tapmaq, video izləmək və pul qazanmaq kimi sahələrdə daha çox istifadə edirik. Ağıllı saatlar. Ağıllı saatlar da artıq telefonların yerini alıb. Artıq onlarda da GPS, NFC, kamera və müasir proqramlar var. Bəli dostlar, videonun əvvəlində dediyim kimi günümüzə qədər gələn texnologiyaları müqayisəli şəkildə izləyək. 1970-ci illərin müasir çap maşınına baxırıq. Bu çap maşını əldə daşımaq üçün yığcamlaşdırılıb və 3 rəngdə yaza bilir. Artıq yerini balaca kompüterlər buraxmışdır. 1929-cu illərdən 1978-ci illərə qədər istifadə edilmiş Felix markalı kalkulyator bir çox hesablama sahəsində istifadə edilmişdir. Onun hesablama qaydası daş işlər, onluqlar, yüzlüklər və sairə şkallarındakı qolları rəqəmlər üzərinə gətirib bu qol fırladaraq hesablama apara bilərik. Məsələn, 22 üstəgələ 22. 22 üstəgələ 22 etmək üçün qolu 2 dəfə fırlatmaq lazımdır. Bunun yerini isə 86-cı illərdə elektriklə işləyən kalkulyator almışdır. Telefonlar haqqında isə çox söz demək olar. Əvvəllər markalar telefonlarını balaca istehsal etməyə çalışırdılar. İndi isə böyük istehsal olunur və təkmilləşdirilmiş proqramlarla bir çox işi görmək olur. Bacarıqlı əsas misallardan birinə məktəblərdə yer alan STEM dərsində istifadə edilən Arduino və mikrobit proqramlaşdırılması. Bu cihazlar C++ və Python dillərində proqramlaşdırılır. Bunun vasitəsilə servolarla robotlar qurub, robotları isə joysticklərlə idarə etmək olar. Arduino'ya müxtəlif sensorlar qoşulub. Məsələn, şəbəkə sensoru, rütubət sensoru, potensiometr kimi müxtəlif sensorlar qoşub, fərqli sahələrdə istifadə etmək olar. Və dostlar, mən sizinlə sağollaşıram. Ümid edirəm ki, bütün dərslərinizdən yaxşı nəticə göstərərsiniz.